Minlərlə insan System of a Down qrupunun ifasında Aman Tello sədaları altında yallı getdi. Bəzi Azərbaycan xəbər saytları yenə erməni oğurladı, harayı qoparmışdı. Türkiyə versiyası da olan Aman Tello hansı millətə aiddir? Bu sualın heç bir mənası yoxdur. Modernizm, konstruktivizmə görə millətlər son 200 ildə sənayeləşmə, kapitalizm və kütləvi təhsil ehtiyacları üçün süni şəkildə inşa edilib. Hobsbawmun əsas iddiası budur. Dövləti quran millət deyil, milləti quran dövlətdir. Sərhədlərin olmadığı 19-cu əsr Qafqazını düşünün. O dövrdə musiqi milli yox, coğrafi idi. Melodiyalar dildən dilə, kənddən kəndə gəzirdi. Aman Tello və Sarı Gəlin bir kənddə türkcə, digərində ermənicə oxunurdu. Sonra bir şey oldu. Miroslav Hrox Hobsbawm tərəfindən də dəstəklənən bir modeldə millətlərin formalaşmasını 3 fazaya bölür. A. Mədəni kəşf. Hər şey bir qrup romantik ziyalının xalqın içinə ənməsi ilə başlayır. Onlar yerli ləhcələri, nağılları, mahnıları toplayırlar. Üzeyir Hacıbəyevin elədikləri məsələn. İkinci fazada burjuaziya araya girir və siyasi tələb yaradır. Biz hamımız Aman Tello oxuyuruq, hadi dövlət quralım. Nota köçürmə əslində musiqinin milliləşdirilməsi və pasportlaşdırılması idi. Erməni tərəfi deyir ki, bəstəkar Komitas 1905-ci ildə bu mahnını nota alaraq arxivləşdirdi. Azərbaycan tərəfi isə onun 1908-ci ildə Cabbar Qaryağdıoğlu'nun da olduğu xor ifasında səsləndiyini deyir. Təsnifləndirilənə qədər əslində mahnı kimindir sualı belə mövcud deyildi. Eyni müzakirə Uzundərə üçün də var. Əqli Mülkiyyət Agentliyi hələ 2018-də yazırdı ki, erməni mahnılarının 90%-i bizdən oğurlanıb. Bu cümləni yazan nə düşünürdü bilmirəm. Bəs media niyə dayanmadan oğru erməni obrazı yaradır? Çünki millətçilik mexanizmi ancaq bir özgə üzərindən işləyir. Özümüzü sivilizasiya yaradan kimi göstərmək üçün qarşımızda bizdən oğurlayan bir vəhşi olmalıdır. Qarşı tərəfdə də bu belə işləyir. Mahnını qorumaq instinkti, torpağı qorumaq instinktinin psixoloji davamıdır. Biz isə deyəsən artıq sülh dövründə yaşayırıq. Aman Tello hamınındır. System of a Down da onu bu cür təqdim eləməlidir məncə. Musiqi dar millət çərçivələrinə sığmır. O kədərli bir ortaq Qafqaz xatirəsidir. O bölgədə sülh istəyən Bəhruz Səmədov isə vətənə xəyanətdə ittiham olunur, hazırda həbsdədir. Pis oynamırlar. Biraz emosiya astı. Emosiya. Ada biraz dili oynayayım da.